İlk testimizə görürük ki, burada isim işlənib. Ona görə müstəqil yərik əvəzliklərini atırıq. 4-5 gedir və yerdə qalır 1-2-3 A variantı. Daha sonra isə ikincidə baxırıq ki, burada nə işlənib? Biz boşluqlar var və isim olmadığı üçün Y variantını, B variantını ata bilmirik. Həmçinin C-ni də atırıq. Deməli, A və D variantları qalır. Biri təkdədir. Digəri isə cəmdədir. İndi baxaq ki, burada cəmlikdən söhbət gedir, yoxsa təklikdən. Görürük ki, burada ismimiz cəmdə işlənib. Ona görə avtomatik olaraq D variantını götürməliyik. Daha sonra isə üçüncüyə baxaq. Görürük ki, burada D variantını işlədə bilmərik. Çünki ona isim lazımdır. B-ni və C-ni atırıq. Çünki burada sözündən sonra biz bu şəxs əvəzliklərini işlədə bilmərik. B-də qalır A və Y variantları. Burada isə deyək ki, this letter is for Bill. Deməli, burada nədir? Üçüncü şəxsin təki kişidir. Ona görə cavabımız olur A variantı. Daha sonra isə dördlü görürük ki, burada isim işləməyib. Ona görə bizə müstəqil yərik əvəzi lazımdır. B, A, D variantları gedir. Y-də həmçinin yerdə qalır C variantı. Daha sonra isə 5-i də həmçinin yenə burada isim işlənməməlidir. Yəni, daha doğrusu isim işləməyib. Ona görə müstəqil olanı tapmalıyıq. O da olur B variantı. Daha sonra isə 6 deməli görür ki, burada isim işlənib. Ona görə C, Y, B və D variantlarını atırıq. Çünki onlardan sonra isim gəlmir. Yerdə qalır A variantı. Daha sonra isə 7-də deməli görürük ki, burada bizi nə verilib? Əmr cümləsidir. Yəni, feilimiz əvvəldə işlənib. Ona görə ya biz yourself götürməliyik, ya yourselves. Elə variantları təkcə yourself-dır. Daha sonra isə 8-də deməli görürük ki, burada nə işlənib? Bizim mübtədamız the children-dır. Yəni, üçüncü şəxsin cəmidir. Ona görə də themselves işlənməlidir. Daha sonra deməli 9-da baxırıq ki, burada bizim feilimiz işlənib. Ona görə Y variantını atırıq. Çünki feildən sonra yəni biz bu şəxs əvəzliklərini, yəni adlı halda olanları işlədə bilmərik. Bu gedir. Daha sonra isə deməli burada baxırıq ki, söhbət nədən gedir? Bu cinslərdən. Bu cəmdə işlənib. Ona görə burada bizim yeni cümləmiz nədən başlamalıdır? Onunla başlamalıdır. Burada D variantında it-sin əlaqəsi yoxdur. It yeri təkdədir. Qalır burada nə? A və C variantları. Yəni, A-da da görürük ki, burada it işlənib. Amma görürük ki, isimimiz cəmdədir. Ona görə onu da götürə bilmirik. Qalır C variantı. Daha sonra isə onda baxırıq ki, burada have işlənib. Deməli, şini, hini atırıq. Çünki onlardan həzb işlənir. Daha sonra isə deməli, burada görürük ki, mübtəda xəbərimiz təkdədir. Ona görə Z olmaz. Çünki ondan ağır işlənir. Z-lə cümlə başlamır. Bu da çıxır. Qalır yerdinə A variantı. Daha sonra isə 11-də baxırıq ki, burada isim işlənib. Ona görə bizə yərik əvəziyi lazımdır. Və burada görürük ki, there's olmaz. Çünki burada ondan sonra isim işlənmir. He-dən sonra he olmaz. Çünki burada feildən sonra hini istifadə edə bilmərik. A, D və C variantları qalır və görürük ki, burada David nədir? Oğlan. Ona görə her olmaz. Onu çıxırıq. Yəni, bundan savaydı, yəni baxa bilərik ki, burada birthday var. Əgər bilməsək ki, yəni David oğlandır. Birthday isim işlənib. Ona görə biz C-ni və A variantını atarıq. Çünki bunlardan sonra isim gəlmir. Və burada olur nə? D variantı. Daha sonra isə 12-ci sualda görürük yenə burada isim işlənib. Ondan əvvəldə nə işlənməlidir? Yərik əvəzi. Burada minin işlənməsi üçün heç bir məqam yoxdur. Deməli, B-ni yeni atırıq. Çünki bunlardan sonra isim gəlmir. Və burada deməli bizdə feil işlənib. Bundan sonra bizə obyekt əvəzi lazım olacaq. Burada D variantı olmaz. Çünki ondan sonra isim lazımdır. Və yerdə qalır nə? C variantı. Daha sonra isə 13-də burada nə işlənib? You işlənib. You işlənibsə ya yourself olur, ya da ki yourselves. Ona görə cavabımız avtomatik Y variantıdır. 14-də isə deməli burada görürük ki, cümləmiz feildən başlayır. Bu əmr cümləsidir. Onda ya yourself olur, ya da ki yourselves. 1, 3, deməli 14-də isə bizim doğru cavabımızdır. Daha sonra isə deməli burada introduce, yəni burada nədən başlayıb? Feildən, deməli bu əmr cümləsidir. Ona görə 2 və 4 bizim doğru cavablarımızdır. Cavabımız B variantıdır. Daha sonra isə 16-da deməli baxırıq ki, burada books işlənib, ismimiz var. Ona görə burada A variantında hers olmaz. Ondan sonra isim gəlmir. Hours'dan sonra isim gəlmir.
Və burada baxırıq ki, ismimiz cəmdədir, ona görə this olmaz, that olmaz. Qalır burada nə? C variantı. Daha sonra 17-də deməli baxırıq ki, birinci sərfdə nəsə tapmaq olmur. İkinci sərfdə görürük ki, ismimiz işlənib. Ona görə B variantı, A variantını, D variantını yeni atırıq. Çünki onlardan sonra isim gəlmir. Və cavabımız olur C variantı. 18-də isə deməli burada görürük ki, birthday isim işlənib. Burada A-nı, D-ni, daha sonra sen atırıq. Bunlardan sonra isim gəlmir və burada görürük ki, söz önü var. Ondan sonra da adlı halda olan bu şəxs əvəzliyini işlədə bilmirik. Onun yerinə deməli obyekt olmalıydı və qalır nə? Y variantı. Daha sonra isə 19-da görürük ki, burada listendir və feilimiz cəmdədir. Biz burada hini, şini götürə bilmərik. Çünki elə olsaydı feilimizdə S olardı. Bu çıxır. May olmaz. Çünki maydan sonra deməli isim gəlməlidir. Burada səhvdir. İkinci tərəfdə isə görürük ki, burada teacher sözü var, isimdir. Və həmçinin burada bizim söz önümüz var. Və söz önündən sonra isə biz bu obyekt halda olan şəxs əvəzini işlətmirik və yerdə qalır nə? B variantı. Daha sonra isə 20-də görürük ki, burada nə işlənib? İsmimiz işlənib və təkrar. Deməli, C-ni atırıq, çünki ondan sonra cəm isim lazımdır. B-ni D-ni atırıq, çünki onlardan sonra isim gəlmir və burada one təkliyi göstərir. Ona görə A variantını atırıq, çünki ondan sonra cəm gəlməlidir. Yerdə qalır nə? Y variantı. 21-də isə baxırıq ki, yenə burada ismimiz işlənib və isim cəmdədir. C variantını atırıq, çünki bundan sonra isim gəlmir. İsmimiz cəmdə olduğu üçün B-ni D-ni atırıq. Daha sonra yenə görürük ki, burada ismimiz cəmdədir. Ona görə zist atırıq və yerdə qalır A variantı. Daha sonra isə 22-də görürük ki, burada sub təkdədir. Ona görə biz itləri götürməliyik. Həmçinin bu nədir? Cansızdır. Və burada deməli himmi atırıq. Çünki bu kişi cinsini bildirir. Zəm olmaz və burada little Tom nədir? Üçüncü şəxsin təki kişidir. Ona görə zəmdə atırıq və yerdə qalır nə? A variantı. 23-də isə baxırıq ki, burada deməli my father üçüncü şəxsin təki kişidir. Ona görə Z atırıq, it atırıq, A və C variantlar qalır. Brad isə təkdə olduğu üçün biz avtomatik olaraq C variantını götürürük. Daha sonra isə 24-də deməli Bob burada kişidir. Ona görə Z atırıq, it gedir və burada the children cəmdə olduğuna görə biz Z-mi götürməliyik və bizim cavabımız olur A variantı. Y olmaz, çünki burada sözündən sonra biz aldıq halda olan şəxs əvəzliyini işlətmirik. Daha sonra isə baxaq 25-ə. 25-i burada görürük ki, feil işlənib və burada yenə feildən sonra bizə obyekt əvəzliyi lazımdır. Ona görə biz deməli hizi atırıq, hizlər çıxır. İkinci tərəfdə isə talent işlənib, bu bir isimdir. Ona görə himi atırıq, bu obyekt əvəzliyidir. Her'dən sonra isim gəlməz və yerdə qalır A variantı. Daha sonra isə 26-da deməli görürük ki, burada do ilə başlayır. Deməli, bu üçüncü şəxsin təki deyil, heç o da yoxdur. Deməli, your olmaz, çünki bundan sonra isim gəlməlidir. Və house sözü var burada, isimdir. Burada ours çıxır, theirs çıxır, bunlardan sonra isim gəlmir. Və burada obyekt əvəzliyinin işlənməsi üçün heç bir məqam yoxdur. Qalır burada nə? B variantı. Daha sonra isə 27-də deməli the book üçüncü şəxsin təki cansızdır. Ona görə deməli it-i atırıq, şini atırıq, daha sonra z-mi atırıq, A və D variantları qalır. Və burada bu deməli nəyi göstərir? Qadını göstərir. Ona görə də deməli biz burada şini də atırıq. Çünki burada nə işlənib? Söz önü işlənib. Və söz önündən sonra biz bu şəkildə işlədə bilmirik. Obyekt əvəzliyi olmalıdır. 27-də də olur nə? D variantı. Daha sonra isə 28-də deməli burada baxırıq ki, cümləyə obyekt əvəzi ilə başlaya bilmərik. Bunu çıxırıq. Daha sonra isə burada deməli books işlənib, bu cəmdə bu isimdir. Burada mine olmaz. Ondan sonra deməli hers olmaz. Onlardan sonra isim gəlmir. Və burada zəm də işlənməsi üçün heç bir məqam yoxdur və yerdə qalır nə? B variantı. Daha sonra isə 29-da deməli burada görürük ki, isim işlənib. Burada theirs'dir, her's'dir. Bunları atırıq, onlardan sonra isim gəlmir. Burada obyekt əvəzinin işlənməsi üçün məqam yoxdur. Biz cümləyə himlə başlaya bilmərik və yerdə qalır nə? Y variantı. 30-da isə deməli baxırıq ki, burada isim təklərdir. Burada this olanları atırıq, source atırıq. D və Y variantları qalır və burada yenə row təklərdir. This də olmaz, qalır nə? D variantı. Deməli, növbəti sualda isə baxır ki, feilimizin kökündə S var və bu o deməkdir ki, bu üçüncü şəxsin təkidir.
Deməli, üçüncü şəxsin təki olmayan hər birini atsaq, A və C variantları qalır və görürük ki, ismimiz təkdədir. Ona görə C-ni atırıq və yerdə qalır B variantı. 32-də də həmçinin feilimizin kökündə S var. Bu o deməkdir ki, üçüncü şəxsin təkidir. B-ni atırıq. Daha sonra Y-ni və D-ni də atırıq. Burada görürük ki, ismimiz işlənib və təkdədir. Deməli, bizim cavabımız A variantı olacaq. Daha sonra isə burada deməli bu cəmlik tələbidir. Ona görə bunu atırıq. Daha sonra isə deməli 33-ə baxaq. Görürük ki, burada deməli 2-dən boşluğumuz var. Burada görürük ki, isim işlənib və burada deməli B-ni yeni atırıq. Çünki bunlardan sonra isim gəlmir. Daha sonra isə burada feil işləndiyi üçün ondan sonra obyekt gəlməlidir. May olmaz, ondan sonra isim işlənir. Daha sonra his olmaz, onun yerinə him işlənməli idi və qalır nə? D variantı. 34-də isə görürük ki, bu is təkdədir. Burada zoos olmaz, sis olmaz. Çünki onlar cəmlik tələb edir. Bas təkdədir. Zoos olmaz, sis olmaz. Çünki onlar cəmlik tələb edir və yerdə qalır Y variantı. 35-də isə burada görürük ki, R cəmdədir. Everyone, everybody, nobody bunlar törəmələr təklik tələb edir. Zirdən sonra isə isim işlənməlidir. Gedir qalır nə? Y variantı. Daha sonra isə 36-da deməli görürük ki, nədir? We don't like to speak much about. Burada we işləndiyi üçün deməli nə olur? Ourselves işlədirik. Daha sonra isə 37-də baxırıq ki, burada keys açarlardır. Yəni bu isimdir və deməli biz burada mine atırıq, theirs atırıq, hers atırıq. Bunlardan sonra isim gəlmir. Qalır 2, 5, C variantı. Daha sonra isə 38-də görürük ki, burada feil işlənib, bundan sonra obyekt gəlməlidir. Deməli, ondan sonra bizə nə işlənməlidir? Obyekt əvəzlikləri olmalıdır. Hamısı hələ ki uyğundur və burada plans işlənib. Deməli, burada yours atırıq, çünki ondan sonra isim işlənməz. Daha sonra hers atırıq. About'dur, bundan sonra she işlənməz. Your saxlayaraq, yəni burada aslı işlətməyim üçün bir məqam yoxdur. Və burada qalır nə? Y variantı. Deyir ki, sənin planların haqqında bizə de. Və cavabımız olur Y variantı. 39-da isə deməli burada ismimiz işlənib. Burada deməli yours gedir, hər ikisi. Onlardan sonra isim gəlmir. Və ikinci tərəfdə isə isim işlənməyəni yəni tapmalıyıq. Burada deməli our'dan sonra isim lazımdır. Daha sonra there'dən sonra isim lazımdır. Və 39-da olur D variantı. 40-da isə deməli burada drawings'dir. Burada isim işlənib. Buna görə hers, theirs bunları atırıq. Bunlardan sonra deməli isim gəlmir. İkinci tərəfdə isə isim verməyib. Ona görə biz isimsiz olanı tapmalıyıq. Our'dan sonra isim lazımdır. My'dan sonra isim lazımdır və qalır nə? B variantı. Daha sonra isə burada görürük ki, computer təkdədir. Ona görə zoos olmaz, this olmaz. Bunlardan sonra cəm isim lazımdır. İkinci tərəfdə görürük ki, isim işləməyib. Her'dan sonra isim lazımdır, our'dan sonra isim lazımdır və yerdə qalır B variantı. 42-də isə görürük ki, ismimiz cəmdədir. This olmaz, that olmaz, daha sonra this də olmaz. Bunlardan sonra tək isim lazımdır. İkinci tərəfdə isə isim işlənmədiyi üçün maya atırıq. Ondan sonra isim lazımdır və yerdə qalır nə? Deməli C variantı. Daha sonra isə 43-də görürük ki, burada isim işlənib. Burada C, D, B, daha sonra A, D. Bunlardan sonra biz isim işlətmirik. Ona görə də bizim cavabımız olur Y variantı. 44-də isə görürük ki, burada work isim işlənib. Deməli, yalnız Y variantına götürə bilirik. Çünki digərlərindən sonra isim işlənmir. Daha sonra isə 45-i deməli, burada baxırıq ki, give-dir, feildir. Deməli, bundan sonra obyekt əvəzi işlənməlidir. Burada his olmaz, him olmalıydı. Bu gedir. Zerdən sonradır. Deməli, bunlardan sonra isim gəlir. Daha sonra isə ikinci tərəfdə place işlənir və place burada isimdirsə, deməli, hers'dən sonra, yours'dan sonra isim gəlmir və yerdə qalır nə? Y variantı. Daha sonra isə 46-da deməli, görürük ki, burada feil işlənib və feildən sonra obyekt əvəzliyi olmalıdır. There'dən sonra isim lazımdır, bu gedir. Burada his yox, him olmalıydı. Bu da çıxır. Help'dır burada. Deməli, your'dan sonra, hers'dan sonra yenə isim gəlmir. Ona görə olur bizim cavabımız D variantı. 47-də isə deməli, burada görürük ki, nə işlənib? İkinci tərəfdə deməli, dinner işlənib isimdir. Burada deməli, seni, yeni, A və D-ni atırıq. Çünki onlardan sonra isim gəlmir və bizim cavabımız olur
B variantı. Daha sonra isə 48-də deməli görürük ki, burada nədir? Friends işlənib isimdir. D, B, Y, daha sonra S-ni atırıq. Çünki onlardan sonra isim işlənmir və yerdə qalır nə? A variantı. Daha sonrası 49-da deməli John burada oğlandır. Yəni, həm də baxa bilərik ki, bu nədir? Has üçüncü şəxsin təkini göstərir. Və üçüncü şəxsin təkidirsə, əgər biz burada seçə bilmirsə, bu qızdır ya oğlan, yəni burada ümumiyyətlə hasdan başa düşə bilirik ki, bu üçüncü şəxsin təkidir. Və burada heyvanın böyük ehtimalla yəni bir adı yoxdur. Həmişə yəni burada bu tipli yəqin hərəkət etməyəcəyi üçün burada it self-ı da götürə bilmirik və yerdə qalır nə? Himself. Olur nə? C variantı. Sonra 50-yə baxırıq. 50-də yenə görürük ki, bu nədir? Has var burada. Üçüncü şəxsin təkini göstərir bu. Və burada deməli herself, himself bunlar ola bilər və himself heç yoxsa deməli avtomatik nəni götürürük. Daha sonra isə 51-də. Burada 51-də baxırıq ki, fiilimizin kökündə S var. Deməli, bu üçüncü şəxsin təkidir. Seni yenə atırıq. Project təkdədir. Burada so, siz gedir. Çünki bunlar cəmlik tələb edir və olur burada nə? B variantı. Daha sonra isə 52-də deməli burada ask var. Yəni bu feildən sonra obyekt lazımdır. His deyil, burada him olmalıydı. İkinci tərəfdə isə help işlənib. Bu isimdə burada ours'dır, mine'dır, her's'dır. Bunlardan sonra biz isim işlədə bilmirik və burada olur nə? D variantı. Daha sonra isə 53-də deməli burada feildən sonra bizə obyekt lazımdır. Her'dən, there'dən sonra isim lazım. Bunları çıxırıq. Burada help işlənib isimdir. Burada mine'dır, her's'dır. Bunlardan sonra biz isim işlədə bilmirik və 53-də yerdə nə qalır? A variantı. Daha sonra isə 54-də deməli burada görürük ki, yourdan sonra isim lazımdır. Daha sonra deməli digərlərini hələ ki saxlayırıq və burada deməli birinci tərəfimizdə heç bir isim yoxdur. Görürük ki, burada there'də sonra deyən isim lazımdır. Bunda çıxırıq. Yenə baxırıq ki, ikinci tərəfdə isim verilməyib. Burada my'dan, yourdan sonra isim lazımdır və yerdə qalır bizdə nə? D variantı. Daha sonra isə 55-ə baxaq. 55-də də yenə görürük ki, burada heç bir tərəfdə isim işlənməyib. Ona görə A variantını atırıq, sonra B-ni atırıq. Deməli, S-ni atırıq, Y-ni atırıq. Çünki bunlardan sonra isim lazımdır və yerdə qalır nə? D variantı. Daha sonra isə 56-da burada her gloves nədir bu? Onun əlcəkləri. Bu cəmdədir. Deməli və burada for işlənib. Bu nədir? Ondan sonra deməli obyekt əvəzliyi gəlməlidir və burada cansız olduğu üçün avtomatik olaraq B-ni götürür. A olmaz çünki bu qadını göstərir. Deyir özdən sonra isim lazımdır. It olmaz çünki o cəmdədir. It is də olmasının bir mənası yoxdur. Daha sonra her books da eyni qayda ilə burada üçüncü şəxsin cəmi və nədir? Cansızlardır. Burada görürük ki, put feildən sonra gəlib demək obyekt əvəzliyi olmalıdır və olur nə? B variantı. Daha sonra isə 58-də deməli burada baxırıq ki, nədir? Fotodur. Yəni burada deməli işlənib nə? İsim. Burada her's'dır, there's'dır, her's'dır, yours bunlardan sonra isim işlənmir və qalır burada nə? Y variantı. 59-da isə burada görürük ki, phone number'dır. Yəni nə işlənib? İsimdir. Burada your's'dur, her's'dur. Bunlardan sonra biz isim işlətmirik. İkinci tərəfdə isə görürük ki, isim yoxdur. Ona görə your'da atırıq və burada nə qalır? 59-da deməli C variantı. 60-da isə görürük ki, burada isim işlənib. Deməli mine'dir, ours'dur. Bunları atırıq. Deməli 1-3 qalır. Cavabımız da olur nə? Deməli 1-3 yox. Daha doğrusu 1-4 olur və olur nə? Y variantı. Daha sonra isə 61-də görürük ki, isim işlənib. Ona görə 1 və 4-ü götürürük. Ona görə cavabımız C variantı olur. 62-də isə deməli birinci tərəfdən tam olaraq nəsə tapa bilmirəm. Burada görürük ki, friends var. İsim işlənməyə görə her's'dır, there's'dır, ours'dır, mine'dir. Bunlardan sonra isim işlədə bilmirik. Və burada olur nə? B variantı. Daha sonra isə 63-ə baxırıq. Deməli burada görürük ki, isim işlənib. Yəni isim işlənibsə, deməli A-nı, D-ni, daha sonra B-ni atırıq, Y-ni də atırıq. Qalır C variantı. Çünki digərlərindən sonra biz isim işlədə bilmirik. Daha sonra isə deməli görürük ki, bu was-dur. Deməli bu V-ni atırıq, daha sonra U-nu atırıq. Bunlardan sonra deməli biz was yox, were işlətməliyik. Və burada lessons-dır, isim işlənib. Burada deməli hers atırıq, hers atırıq. Çünki bunlardan sonra isim işlənmir və bizim cavabımız nə olur? D variantı.
Daha sonra isə 65-də görürük ki, burada was işlənib. Deməli, you, we olmaz, çünki onlardan verb işlənir. Daha sonra job burada isim işlənib. Burada deməli mine olmaz, hers olmaz. Bunlardan sonra isim gəlmir. Yerdə qalır nə? Y variantı. Daha sonra isə 66-da görürük ki, burada attention-da isim işlənib. Qalan heç birindən isim işlənmir və qalır nə? C variantı. Daha sonra isə 67-də deməli yenə burada eyni şəkildə isim işlənib və qalır nə? Y variantı. Daha sonra deməli 68-də baxaq. Burada görürük ki, yenə isim işlənib. İsim işlənibsə burada B-ni, C-ni, D-ni atırıq. Çünki bunlardan sonra isim işlənmir. Və burada baxırıq ki, nədir? Deyir ki, ya A olmalıdır, ya Y olmalıdır. Amma deyir ki, Nick always shares his toys. Burada hisdirsə, deməli bu nəyə göstərir? Deməli, üçüncü şəxsin təki oğlandır, yəni kişidir. Ona görə biz hörünü götürmürük və yerdə qalır nə? Y variantı. 69-da isə baxaq. Deməli, burada you işlənibsə, ya yourselves işlənməlidir, ya yourself. O da olur D variantı. 70-də də eyni qaydadır. You işlənibsə, ya yourselves olur, ya yourself. 3, 4, B variantıdır bizim doğru cavabımız. Daha sonra isə yenə baxarıq ki, burada you işlənib. Deməli, ya yourself olur, ya da ki yourselves. 1, 2, deməli Y variantı bizim doğru cavabımız olur. Daha sonra isə burada görürük ki, cümləmiz feildən başlayır. Bu əmr cümləsidir. Buraya ya yourself, ya da yourselves olur. 1, 3, C variantı bizim doğru cavabımızdır. Daha sonra isə burada place işlənir və burada isim işləndiyi üçün deməli burada yours-u atırıq. Bu deməli daha sonra B-dir. Yəni bunlardan sonra biz isim işlətmirik. Qalır A, C və D variantları və burada deməli baxırıq ki, each guest işlənir və burada iş olanda isə biz ya deməli his, her bunları işlədirik əsasən. Çünki yenə təkliyi göstərir. Həmçinin buradan da başa düşə bilər ki, his işlənibsə, deməli his name, burada olmadı his place. Avtomatik olur nə? A variantı. Daha sonra isə 74-də deməli görürük ki, burada nə işlənib? Hand işlənib və görürük ki, yenə each guest bu təkliyi göstərir və burada nə olmalıdır? Eyni qayda ilə Y variantı olur his. Çünki təkliyi göstərir. Daha sonra isə 75-də görürük ki, burada notes işlənib, isimdir. Yours-dan sonra hers-dir, mine-dir, bunlardan sonra isim işlənmir. Digər tərəfdə isə deməli burada görürük ki, I found my notes. Burada I olduğu üçün my işlətməliyik və burada nə olur? C variantı. Daha sonra isə burada books-dur, yəni isimdir. Burada hers-dir, mine-dir, bunlardan sonra yəni isim işlənmir. Daha sonra isə deməli take-dir. Görür ki, ondan sonra isim işlənmir. Burada their-dir. Bunları atırıq. Ondan sonra isim işlənmir. Və yenə burada I olduğu üçün avtomatik olaraq my götürməliyik və bizim cavabımız C variantı olur. Daha sonra isə 77-də burada görürük ki, garden işlənib. Burada bağdır. Və burada isim işləndiyi üçün biz his-i götürməliyik və their götürməliyik və cavabımız da olur A variantı. 78 isə yenə burada garden deməli isim işlənib. İsim işləndiyi üçün də deməli görürük ki, burada her və their olur. Bu da olur nə? C variantı. Daha sonra isə 79-da deməli burada görürük ki, English lessons-da yəni isim işlənib. Burada our və their olur B variantı. Daha sonra isə 80-də deməli burada music lesson-da burada my və his olur 3, 4, B variantı. Daha sonra isə 81-də deməli granny-dir və burada told işlənib feildir. Ondan sonra biz dəyişə bilmərik. Çünki feildən sonra adlı halda olan deməli şəxs əvəzi işlətmirik. Və your da olmaz. Çünki ondan sonra isim lazımdır və burada childhood isim işlənib. Burada deməli hers olmaz. Hers-dürsə bu ondan sonra isim işlənmir və burada granny nənə olduğu üçün his işlədə bilmərik və yerdə qalır nə? Y variantı. Daha sonra isə 82-də deməli görür ki, burada camp işlənib isimdir. Burada daha doğrusu camp life bütöv deyək. Ours'dır, hers-dür. Bunlardan sonra isim işlənmir. Daha sonra burada zəmin işlənməsi üçün bir məqam yoxdur. Cümlə biz himdən başlaya bilmərik və burada nə olur? C variantı. Daha sonra isə 83-də görürük ki, burada isim işləməyib. Buna görə bütün variantları atırıq və avtomatik
olaraq cavabımız Y variantı olur. Daha sonra isə 84-də deməli yine isim işlənmədiyi üçün burada qalır nə? A variantı. Deməli daha sonra isə 85-də yine burada isim işləməyib. Buna görə cavabımız olur B variantı. Daha sonra isə 86-da. Deməli burada I işlənibsə myself işlətməliyik. Elə avtomatiklə cavabımız nə olur? C variantı. Daha sonra isə 87-də. Burada we like the house. Yəni ki, biz evin özünü bəyəndik. Burada deməli itself olmalıdır. Daha sonra digər tərəfdə isə is işlənib. 2 dəfə deməli burada it is olmaz. It is. 2 dəfə işlənməsi üçün bir məqam yox. Deməli bunu A-nı C-ni atırıq. Daha sonra isə deməli burada it is olmalıdır. Burada B-ni D-ni atırıq çünki onlardan sonra isim gəlməlidir və cavabımız olur Y variantı. Deyir ki, biz evin özünü bəyəndik, amma onun yerini bəyənmədik, yerləşir yerinə. Daha sonra isə deməli 88-də baxırıq ki, burada water təkdədir. Burada Z ümumiyyətcə gedir çünki biz deməli feildən sonra yəni bunu işlətmirik. Zəm bunlar cəmdədir. Bunu da atırıq və görürük ki, bu cəmdə işlənib. Və burada into nədir? Söz önüdür. Burada da Z işlənməz və qalır nə? Y variantı. Daha sonra isə 89-da burada baxırıq ki, the cat hurt itself when it played with the balls. Burada deməli played nədir? Feildir. Feildən əvvəldə nə işlənəcək? It işlənəcək. Çünki burada pişikdən danışır. Deməli, themselves olmaz, itself olmaz, daha sonra it is bu yerlik əvəzi idi olmaz. Və burada itsin işlənməsi üçün də bir məqam yoxdur. A variantı olur. Pişik özünü incitdi, nə vaxt ki o toplarla oynayırdı. Cavabımız olur A variantı. Daha sonra isə 90-a baxırıq. Deyir ki, the monkey saw itself in the mirror when it entered the room. Burada enter'di feildir. Burada nə işlənməlidir? Adlı halda olan şəxs əvəzliyi. Və burada yalnız it hansındadır? D variantındadır. Çünki feildən əvvəl o işlənir. Yəni itself cümlənin sonunda işlənir. It is deyə bunlardan sonra isim lazımdır. Daha sonra yerdə də eynisidir. Cavabımız olur D variantı. 91-də isə deməli the tourists liked both the country and landscape. Burada landscape isimdirsə deməli itisi atırıq. Çünki bundan sonra sifət, artikel gəlir, bu gedir. Deyir ola bilməz. Çünki burada ölkədən bəhs olunur, bu çıxır. Daha sonra isə deməli həmçinin C variantı da eynidir və burada it qalır. Çünki ölkənin mənzərəsindən, landscape-dən danışır. Daha sonra isə burada deyir ki, the tourists liked both the country itself, yəni ölkənin özünü bəyəndilər və onun mənzərəsidir. Və cavabımız olur D variantı. 92-də isə deməli my friends-dir və bu nədir? Cəmdə işlənib, üçüncü şəxsin cəmidir. Cümlə zəmdən başlaya bilmərik ki, üçüncü şəxsin təkidi olması və D variantları qalır. Futbol isə nədir? Təkdədir. Ona görə biz him işlətməliyik, həmçinin üçüncü şəxsin nə idi bu? Təkid. Ona görə cavabımız olur C variantı. Daha sonra isə deməli 93-ə baxırıq. 93-də deməli burada gör ki, isim işlənib. Bunun işlənməsi üçün məqam yoxdur. Çünki bizə yerlik əvəzi lazımdır. Z'dən sonra isim gəlməz, our'dan sonra isim gəlməz. C və D variantları qalır. Z-in də işlənməsi üçün məqam yoxdur. Qalır nə? Deməli C variantı. 94-də isə görürük ki, burada showed feil işlənib. Ondan sonra deməli bizə obyekt əvəzi lazımdır. A-nı atırıq. Daha sonra B-ni atırıq. His yox, him olardı. C-də də eynisidir. D və Y variantları qalır və new computer isimdir bu. Burada zers olmaz və qalır nə? D variantı. Daha sonra isə 95-də. Burada görür ki, is təkdədir. Bu those olmaz, this olmaz. Çünki bunlardan sonra biz isim işlətmirik. Burada da house işlənib isimdir və təkdədir. Ona görə A-nı C-ni atırıq və nə qalır burada? D variantı. Daha sonra isə 96-da deməli burada are işlənib. Everyone, everybody, nobody bunlar təklikdədir. Deyirsə ondan sonra nə gəlməlidir? İsim deməli işlənməlidir. Bu çıxır. Qalır nə? Y variantı. Daha sonra isə deməli 97-də books işlənib. Books nədir? Cəmdədir. Daha doğrusu isimdir. Burada mine'dir, ours'dır, theirs bunlardan sonra isim gəlmir. 2-5 A variantı olur. Daha sonra isə 98-də. Burada tell-dəyə deməli feil işlənib. Ondan sonra obyekt əvəzi olmadı. His yox, him olmadı çıxır. Life'dan əvvəl də yerlik əvəzi olmalıdır. Deməli yours-dur, hers-dur çıxır. Sonra söz öndən sonra biz deməli şəxs əvəzi işlətməliyik. Qalır nə? A variantı.
99-da isə görürük ki, burada handwriting isim işlənib, theirs, mine, theirs bunlar olmur. İkinci tərəfdə isə burada nədir? İsim yoxdursa deməli there də atırıq, qalır nə? Y variantı. Daha sonra isə 100-də baxırıq ki, burada isim işlənib. İsim işlənibsə mine-də, theirs-də bunları atırıq. İkinci tərəfdə isə isim işlənmədiyi üçün there də atırıq. Çünki ondan sonra isim lazımdır və cavabımız nə olur? A variantı olur. 101-də isə burada baxırıq ki, blame feil işlənib və burada myself olmaz. Yəni əgər ki, burada you işlənibsə, ya yourself, ya yourself sonra bunu atırıq. Daha sonra isə bizə feildən sonra obyekt əvəzi lazımdır. Deməli, hər birini saxlayırıq, ikinci tərəfdəki cümləmizi əsasını tapırıq. Deyir ki, you mustn't blame, nöqtə. Sən deyir ki, günahlandırmamasan, I am not guilty at all. Mən qətiyyən günahkar deyiləm. Tərcüməyə baxmasaq belə, burada aydan söhbət getdiyi üçün nə olmalıdır? Me. Yəni, məni günahlandırmamalısan. Cavabımız olur D variantı. 102-də isə burada deməli baxırıq ki, article işlənib, deməli it is olmalıdır. Burada yedir, daha sonra adı, bunlardan sonra nə gəlir? İsim işlənir. Daha sonra it təkcə olmaz. It apostrofi s olmalıdır. Yəni it is'in. Burada xəbərin qısaldılmış halıdır. Daha sonra isə burada nədir? Proclaims. Burada feil işlənib və burada deməli biz beni götürməliyik. Çünki it is'dən sonra deməli isim işlənməlidir. Ona görə də qalır B variantı. Daha sonra isə baxırıq 103-ə. 103-də deməli görürük ki, burada emergency teamsdir. İsim işlənib. Deməli, Z olmaz, Z'dən sonra isim gəlməz, Y-də də həmişin eynisidir və davamında deyir ki, emergency teams consist of volunteers who are flood victims themselves. Yəni, deyir ki, bu təcil yardım komandaları könüllərdən ibarətdir, hansı ki, onların özləri deyir, daşqın qurbanlardır. Ona görə cavabımız olur B variantı. 104-də isə deməli, burada baxırıq ki, eagerness nədir? İsimdir. Deməli, burada themselves-in işlətməsi üçün bir məqam yoxdur. Bu gedir. Və deməli, ikinci tərəfdə isə burada görürük ki, nədir? Wis'dir. Wis nədir? Bizdə söz önüdür. Deməli, zerdən sonra isim gəlməlidir. Bunda çıxıraq qalır A, S, Y variantı. Burada isə monkeysdir. Yəni, meymunlar nədir? Üçüncü şəxsin cəmidir. Ona görə isə biz deməli, burada nə işlətməliyik? A variantını. O da olur nə? Elə A variantı. Daha sonra isə 105-dən. Deməli, baxırıq ki, burada doctors, həkimlər deyir. Həkimlər isə nədir? Bu cəmdədir. Deməli, this olmaz, that olmaz, C, D, Y variantları qalır. İkinci tərəfdə isə burada nədir? Ayrıcı sual cümləsidir. İkinci tərəfdə biz mübtədamızı yazmalıyıq. Deyir ki, həkimlərin məsləhəti. Əsas nədir? Burada məsləhətdir. Məsləhət nədir? Təkdədir. Deməli, biz C-ni yenə atırıq. Çünki lap bunun mənasından başa düşməsək belə görə bilərik ki, bu nədir? İkisi də eynidir. Yəni, bir-birinə bərabərdir. Heç bir fərq yoxdur. Fərqləndirməyimiz üçün də ya here ya da ki, there işləməyib. Ona görə biz D-ni götürürük. Daha sonra isə 106-da baxırıq ki, burada nis işlənib. Burada nis işlənibsə nədir? Bu isimdir. İsimdirsə deməli biz A-nı atırıq. Daha sonra deməli A-nı atırıq hələ ki, çünki ondan sonra isim gəlmir. İkinci tərəfdə isə life işlənib isimdir. Deməli burada S-ni də atırıq, çünki ondan sonra isim gəlmir. Baxaq, deyir ki, Nis wants to make some change in her life. Burada Nis nədir? Bacının və yaxud da ki, qardaşın qızı. Və deyir ki, o dəyişikliklər etmək istəyir onun həyatında. Burada his olmaz. Çünki bu kişini göstərir, onlarındır və qalır nə? D variantı. Daha sonra isə baxaq 107-yə. 107-də isə burada görür ki, jeans cəmdədir. Burada zət, zis olmaz. Digərlərini saxlayırıq. Davamında isə fordur. Fordan sonra Z işlənməz. B və C variantı qalır. Jeans cəmdə olduğu üçün it olmur və qalır nə? C variantı. Daha sonra isə 108-ə baxaq. 108-də deməli, burada information nədir? Təkdədir. Burada this və those gedir. Daha sonra isə deməli, burada fail işlənib və burada hər bir qaydasındadır. Deyir ki, how much time did you spend to get information? Burada information nədir? Təkdədir. Həmçinin burada B də isə də eyni şey göstərir. Yəni, this və yaxud da ki, zaten ikisindən birini seçməmək üçün bizə konkret göstərəcək yoxdur. Onlar bərabər sayılır. Qalır burada nə? A variantı. Daha sonra isə 109-a baxaq. 109-da deməli, burada boys işlənib. Deməli, deyir ki, boys, you're innocent.
deməli have no right to excuse. Burada əgər you-dursa, yourselves olması düzdür. A variantını saxlayırıq hələ ki. Daha sonra deməli burada boş cəmdədir və onlara müraciət etdiyi üçün yourselves olmaz. Çünki burada cəmdən söhbət gedir. We-dən ourselves olmalıdır, bu çıxır. Sonra D qrammatik cəhətdən doğrudur, amma ki cümləyə görə uyğun deyil. Və yerdə isə burada D-dən sonra themselves olmalıdır. Bu çıxır, qalır A variantı. 110-da isə deməli, burada baxırıq ki, it's not your fault. Deməli, you yourselves olur. You don't have to blame yourselves. C-dən himself uyğun deyil. Daha sonra C-də we-dən ourselves olmalıdır. You-dan yourselves olmalıdır. We-dən ourselves olmalıdır. Qalır A variantı. Daha sonra isə baxaq 111-ci suala. 111-ci sualda isə görürük ki, burada bizim nə işlənib? Deməli, isim yoxdur. Ona görə yoru atırıq. Daha sonra there, heard bunları atırıq. Çünki onlardan sonra deməli isim lazımdır. Yəni isim gəlməlidir. Daha sonra isə ikinci tərəfdə isə baxırıq ki, isim işlənməyib. Deməli, there atırıq. Çünki ondan sonra isim lazımdır və burada nə qalır? B variantı. Daha sonra isə baxırıq ki, 112-ci suala. Görürük ki, burada yenə isim işlənməyib. Deməli, her'dür, her atırıq. Bunlardan sonra isim lazımdır. Daha sonra ikinci tərəfdə isə isim işlənməyib. Ona görə my, her gedir və yerdə qalır D variantı. Daha sonra isə 113-cü suala baxırıq. Görürük ki, gentleman təkdir işlənib. Ona görə sosu atırıq. Bu çıxır. Daha sonra isə digərləri hələ ki qalır. Və burada relatives deyir. Relatives nədir? Bizim əsas mübtədamızdır, yəni əsas hissəmizdir. Deyir ki, bu cənabın qohumları. Qohumlar burada bizim əsas hissəmizdir. Ona görə burada da mübtədamız onu yerləşdirməli. He olmaz, onu stopuna atmışıq. Daha sonra isə he də həmçinin işlənmir. Çünki bizə üçüncü şəxsin cəmi lazımdır. Və yerdə qalır 1, 2, 5. Deməli, D variantı olur. Daha sonra isə 114-də də eyni qaydayladır. Görür ki, women cəmdədir. Burada deməli hər biri hələ ki qalır. İkinci tərəfdə isə görür ki, application'dır. Yəni qadınların deməli ərizəsi, müraciəti. Bu nədir? Təkdədir. Ona görə Z işlənməz, zəm olmaz. Yerdə qalır 1, 2, 5. A variantı. 115-də isə geologist. Burada nədir? Cəmdədir. Deməli, Z olmaz, sis olmaz. Bu çıxır. Və burada researchdir. Yəni onların axtarışı, bu bizim əsas hissəmizdə axtarış təklidir. Həmçinin belə yerinə eyni götürsə, yerdə qalır nə? A variantı. 116-da isə yenə burada bu cəmdə işlənib və bu deməli cəmdədirsə, gör ki, Z və zis çıxır. Çünki bunlar təkliyi göstərir. Və deyir ki, expedition. Gör ki, bu təklidir. Ona görə Z-ləri atırıq və yerdə qalır nə? Y variantı. 117-də isə deməli burada görür ki, artikel işlənir. Buna görə it is olmaz. Çünki yer ki əvəzindən sonra biz artikelini nəsə işlətmirik. Digər variantları saxlayırıq və burada isim işlənir. It-də it, apostrofi s olmaz. It-də təkcə olmaz. Yerdə qalır nə? C variantı. Daha sonra isə 118. Burada deməli deyir ki, Jane's brother. Yəni üçüncü şəxsin təki kişi cinsidir burada. Deməli she, D gedir, she də gedir. Və ki, me and my brother. Yəni, mən və mənim qardaşım birlikdə nə olur? Deməli, bizə, bizi. Olur B variantı. Çünki A-dan sonra isim lazımdır. Bu çıxır, qalır B variantı. 119-da isə this letter, bu nədir? Üçüncü şəxsin təkidir. Yəni, bu məktub. Deməli, burada hers atırıq, D atırıq, zəm atırıq və D variantları qalır. Və burada bu nəyə göstərir? Qanunu göstərir. Həmçinin burada obyekt işlənməlidir. Yəni B variantı olur. Her'sin işlənməsi üçün bir məqam yoxdur. Çünki burada hər hansı bir yerlikdən yenə söhbət getmir. Daha sonra isə deməli 20-də burada parrot bu isimdir. Burada my-dan sonra deməli bundan sonra isim işlətmir. İkinci səhvdə isə yenə isim işlənib. My-dan sonra isim gəlmir. Her'dən sonra gəlmir. Zisdən sonra cəm gəlməlidir. Və yerdə qalır C variantı. 21-də isə burada brother işlənib. Elder brother deməli your'dan sonra isim gəlmir, there'dən sonra gəlmir. İkinci tərəfdə isə don't işlənib. He olmaz, çünki onda doesn't olur, she də olmaz. Və yerdə qalır nə? D variantı. Daha sonra isə 22-də. Burada deməli woman təkdədir. Buna zis atırıq, sosu atırıq. Və burada deyir ki, qadının oğlanlar. Oğlanlar bizim əsas mübtədamızdır. Onu əvəz etməliyik. He olmaz, zəm olmaz. Çünki burada bizim mübtədamız olmalıdır. Ayrıca yəni sual cümləsində. Bizim əvvəl ki, burada xəbərimiz olur.
Digər tərəfdə isə nəyimiz? Mübtədamız. Və qalır nə? Y variantı. Daha sonrası 123-də. Burada görür ki, actors cəmdədir. This olmaz, that olmaz. Digər variantlar qalır və burada popularity təkdədir. Həmçinin z-lər də eyni olduğu üçün qalır nə? D variantı. Daha sonrası 24-də deməli burada mən təkdədir. This olmaz. İkinci tərəfdə isə colleague. Bu nədir? Təkdədir. Deməli bu daha doğrusu isim işlənib burada. Ours'dur, your'dur, mine'dir. Bunlardan sonra istifadə etmirik. Və burada their işlənib. Yəni uzağı göstərir. Ona görə this yox, that olmalıdır. Qalır cavabımız A variantı. 25-i isə birds cəmdə işlənib və burada deməli burada zəti atırıq. Daha sonra isə deməli burada their işlənib. Ona görə this-i də atırıq, this də atırıq və deməli burada ikisi işlətməyimiz üçün bir məqam yoxdur. Yəni deyir ki, o quşlar deyir. Yəni onun quşları onun işlənməsi mənasıdır. Çünki bu onun üstə elə cansız yəli göstərir. Yəni hər hansı bir heyvanın və yaxud da ki, cansızın quşları olsun ki, yəni sadəcə orada qarşısında müəyyən təyin edici işlənir. Olur nə? C variantı. 26-da isə deməli calculator isimdir, mine'dir. Bunu atırıq çünki bundan sonra nə işlənməlidir? İsim işlənməlidir. Daha doğrusu isim işlənmir. Ona görə atırıq. Daha sonra isə burada doesn't işlənib. Deməli burada her'dan sonra biz isim işlətməli bu çıxır. Deməli, burada isə her'dan başlamamıza ehtiyac yoxdur. Elə deməli, nədən başlayırıq? Daha doğrusu yox. Deyir ki, Kate asked me if she could use my calculator. Deməli, o məndən soruşdu. O mənim kalkulatorumu istifadə edə bilərmi? Since hers doesn't work properly. Yəni onunki işləməyəndən bəri. Ona görə hers işlədirik. Yəni she uyğun deyil. Çünki she orada onun özündən bəhs edir. Amma deyir ki, onun kalkulatoru işləməyəndən bəri. Ona görə olur nə? B variantı. 27-də isə deməli baxırıq ki, father'dır. Burada isim işləm. Ours olmaz. Ondan sonra isim gəlmir. Brother'dır. Deməli. Deyir ki, father taught brother everything knows. Burada da deməli ata öyrətdiyi üçün, burada knows-dan nə işlənir? Deməli burada atadan söhbət getdiyi üçün şini atırıq. Yerdə qalır A, C və Y variantları. Və burada brother işləndiyi üçün mine'dan sonra gəlmir. Daha sonra isə deməli burada deyir ki, onun atası, onun qardaşına onun bildiyi hər şeyi öyrətdi. Burada olur Y variantı. Amma A uyğun gəlmir. Onların atası öyrətdi onlara qardaşı. Burada uyğun gəlmir. Yəni, deməli, taught-dan sonra biz 2 dənə obyekt işlədə bilərik. Amma burada bunun əlaqəsi yoxdur. Yəni, həm onları, həm qardaşı demək, yəni əlaqəsiz. Ona görə götürürük nə? Y variantına. 28-də isə burada baxırıq ki, beauty. 28-də deməli deyir ki, they may talk of beautiful things, but beauty is abstract. Burada deyir ki, deməli gözəlliyin özü deyir ki, abstraktdır. Burada deməli beauty-dən söhbət getdiyi üçün itself-i götürməliyik. Ona görə olur B variantı. Deyir ki, biz gözəl şeylərdən danışa bilərik, amma ki gözəlliyin özü deyir ki, abstract. Olur nə? B variantı. Daha sonrası 29'da I think you will plant the trees. Burada you'dursa deməli yourself olur. Yourselves və yourself. O da olur nə? 1, 4. 30'da isə baxırıq ki, dear students, why don't you want the professor to talk to you? Deməli ki, professorun özü deyir ki, danışmasını niyə istəmirsiniz? Professor qadın da ola bilər, kişi də ola bilər. Ona görə 2, 4 qalır yerdə. Və bu qədər.